Dostlar, mənim ömrüm Türkiyə və Azərbaycanın bir olması üçün keçdi də davada. Və mən yıllardır Türkiyə ilə Azərbaycan arasında hər fırsatda bölmək istəyənlər olub. Bir dönəm Rusçular idi. Sonra o Rusçular oldular İrançı. Sonra o İrançılar oldu İsrailçi. Yəni bunlar Ramiz Mehdiyev WhatsApp qrupundan gələnlərdir. Dünənə qədər Əli Həsənovun şeyi ilə Fatih otur. O kəsim idi və indi onlarla savaşıram. Deməli, Türkiyədə də bunlardan var və İsrail lobbisinin parasıyla və İranın parasıyla hərəkət edən bir kəsim var. Eyni kəsimdirlər. Yəni bunlar ayrı kəsimlər deyil və bunların da hamısının bir şeyi var. Hani biz qardaş idik. Bax, bu kəlmə eşitdiyiniz an ona əngəlləyin getsin və bu mediamızda da çoxdur və fərqindəsinizsə son vaxtlar İsrail köşəyə sıxışdı. Yəni dünya kamuoyu tərəfindən dünyanın tanınan aktivistləri bir filo içindən şeyə getdilər, Qəzzaya doğru yola çıxdılar və dünyanın diqqətini İsrailin, zalim İsrailin, qatil İsrailin, soyqırımcı İsrailin aclığa tərk edərək, öldürdüyünü öldürür bombalarla, bombalardan saxlana bilənlər də aclığa tərk edərək körpə uşaqları, yəni bir nəsli, bir xalqı qırır. Və bu o xalqdır ki, Hitler Almaniyası bunları yox edərkən, bunlara qucaq açıb, evində yer verib, sofrasının ən gözəl tərəfində otuzduran xalqdır. Və bu xalqa xəyanət etdi ki, sabah bizə də xəyanət edəcəklər. Yəni bunların qanında var. Məsələn, Yahudiləri tarixən İspanların əlindən, Polyakların əlindən Osmanlı almışdı, Osmanlıya xəyanət etdilər. Türklər alıb Türklərə xəyanət ediblər. Baxın, arkadaşlar, İsrail bizə silah satıb. Rusiya da bizə silah satıb, İran da bizə silah satıb, Belarusya da bizə silah satıb, Hindistan da bizə silah satıb. İndi nə yapmalıyıq? Bunlar bizə silah satıb deyə bunlara söz deməyək. Mən niyə Azərbaycan kanallarında axşama kimi Rusun dədəsinə söyürsünüz? Demək ki, silah məsələsi deyil. Para məsələsidir. Paranı kim verirsə ondan yanasınız. Türkiyənin İsrail həssasiyyətini mən yanlayıram. Çünki Türkiyə bunlara nə zaman, Türklər ümumiyyətlə bunlara nə zaman sahib çıxıbsa, bax, Səfavilərlə Osmanlını gedin araşdırın, onların da arasına girən İranda olan Yahudilər. İndiki İran torpaqlarında olan. Sızdılar saraylara, aramızı vurdular. Ondan sonra Osmanlıya neçə dəfə xəyanət etdilər. Hər səfərində Osmanlı bunları qurtarınca, bunlar İngilislərlə birləşib Osmanlıya qarşı içəridə birilərini qışqırdıb isyana qaldırdılar. Hər səfərində Osmanlı bunlara sahib çıxınca, bunlar böyle ermənilərlə bunları yanına alınca bunlar Osmanlıya xəyanət etdi. Arxasınca Cumhuriyyət dönəminə gələk. Cumhuriyyət bunlara sahib çıxdı. Ən yaxşı yerlərdə bunlara ev verdilər, yaşama haqqı verdilər, məhəllələrin ən gözəlliyi verdilər. Bunlar da hakimiyyətdən istədiklərini ala bilməyəndə hər səfərində darbə yapdılar və bu ölkənin insanına kəndi inəyinin südünü içməsini belə yasaqlatdırıb bunlara paraşok süd çizdirdilər ya. Yəni hər fırsatda darbələr yaptılar. FETÖ'dan bəlli. FETÖ'nü bəslədilər. Bugün Amerika Kongresində oturan bütün Yahudi siyonistlər hamısı bu FETÖ'nün arxasında. Və içəridə dinçi, cumhuriyyətçi, türkçə adı ilə örgütlər yaratdılar. Bu da yetməzmiş. Kıbrıs Savaşında yenə Rumların yanında durdular. Bu da yetməzmiş. PKK'nı maliyyələşdirdilər və Türkiyə Cumhuriyyətini bölmək üçün PKK'ya hər cür dəstək verdilər. Bu da yetməzmiş. İçəridəki olaylarda, gəzi olayından tutmuş hamısında bunların izi var. Və FETÖ darbəsi günü sınırda gözlədilər. Danışıqları var. Yaxşı, bunun qarşılığında eyni zamanda Türkiyə üçün həssas olan, Türkiyənin Kıbrıs'ın tam burnunun ucunda olan, çünki ora gedərsə Kıbrıs düşərsə Türkiyəni bilirik. Və Qəzzanı bombalayıb insanları, günahsız insanları öldürürlər. Və bu günahsız insanları ki, 7 Ekimi də özləri təşkil etdilər. Yəni bunu bilməmək üçün axmaq olmaq lazımdır. Və bunun qarşılığında 48-dən bu tərəfə, 67-dən də bu tərəfə durmadan insanlara zülm etdilər. Qolon təpələrindəki türkləri sürdülər, oranı düzüləşdirdilər. Kıbrıs, Qəzzada 1 milyon üzərində Azərbaycan türkü var. Arkadaşlar, Azərbaycan türkü Qərbi Azərbaycandan, Gəncədən və Qarabağdan zamanında Səlahəddin Eyyubinin oraya götürdüyü türklərdən danışırıq. Və orada bir tək ərəb yoxdur ki, ikinci də mən belə baxanda Yahudinin bizə etdiyinin yanında ərəbinki toya bayrama getməlidir. Ərəb sadəcə alət olub.
Yahudilər bunlara paradan verib qışqırdıb. İngilislər bunlara paradan verib qışqırdıb. Sən kökə baxacaqsan. Və bu gün də Azərbaycanla Türkiyənin arasını açmaq üçün hər taqlanı atırlar. Bir qazetimçi qısa ətəkli bacaqlarını göstərməklə gündəmdə qalmağa çalışan bir kəsimi sosial mediada qazetçi adı ilə bir yalan məlumatlar yazır. Məsələn, keçənlərdə biri yazır. Azərbaycanda məktəblərdə din dərsləri bağlandı. Azərbaycanda din dərsi olmayıb axı. Yazıram ki, arkadaşlar, din dərsi olmayıb. Bu qazetimçi qadının, arvadın Twitter mənə gətirib verir ki, amma bu da qazetçi. Ay qardaşlar, bu qazetçi deyil. Bu qazetçi deyil. Sadəcə onun bunun yanından keçə-keçə indi özünü qazetçi kimi təqdim olub. Bu dönənə qədər yox idi ortada. Mən bunu tanımıram. Sadəcə indi yalan deyir deyə onun yalanını. Həmən deyirlər, Azərbaycan dövləti hesab versin. Qardaşlarım, yalan atan, iftiranı atan tərəf. Mən sənə deyirəm ki, Azərbaycanda din okullar, dərslərdə, məsələn, rus dili dərsi keçərlər, ingilis dili keçərlər. Nə bilim, tarix dərsi var, riyaziyyat dərsi var, din dərsi yoxdur. Əziz qardaşım, əziz bacım, bu yalandır. Yəni, niyə Azərbaycan dövləti işini gücünü atıb, dövlət sizə bununla bağlı hesab mı verməlidir? İndi də Azərbaycan tərəfindən Türkiyə ilə bağlı, bunu da siyonistlər eləyib də, məsələn, BMT-dəki toplantını götürüblər, montaj edib. Mən onu həmən anında videonu tapdım. İlham Əliyevin çıxışıdır deyib, səhifəmdə yazdım. Arkadaşlar, bu yalandır. Çünki mən qəzetçiyəm. Mən iftiranın yalan olduğunu sübut etmək üçün araşdırma yapan bir qəzetçiyəm. Yapmışam, qoymuşam ora. Və özünə sayğısı olan insanlar da gəldi, baxdı. Sabah qəzetinə də, Hürriyyətə də tərk kimi qoydum ki, zaman bu olur. Dedim ki, siz qəzetçisiniz ya, zəng eləyib soruşacaqdınız ya da o günü takip edəcəktiniz. Amma onlar Azərbaycan tərəfindən bəli, elçiliyimiz, konsolosluğumuz, diasporamız, dərnəklərimiz, Azərbaycandakı mediamız buna açıqlamasını verməli idi. Deməli idi ki, o saatda Azərbaycan filan kəslərlə görüşdə olduğu üçün heç toplantıya belə qatılmayıb. Bunu demək zor olmamalı idi. Azərbaycan mediasının bunu yazmaq yerinə qalxıb Türkiyə deyir ki, sən sosial medianda siyonistlərin puluyla, onu yazmır da, siyonistlərin puluyla hansısa əxlaqsızın yazdığı yalana sən təksif ver. Türkiyə tərəfi niyə təksif versin? Qardaşım, Türkiyənin böyük elçisi o da deməməli idi bunu. Bakıdakı böyük elçisi adam abrından qalxmış, deyir ki, ayıb ediblər. Ya qardaş, gözünüzü seveyim. Belə şey olanda Azərbaycanın prezident aparatında media ilə sorumlu, çoxlu da paralar yiyən bir qurumu var. O həmən bir dənə qəşəng şey edəcəkdi, məsələn, indi Türkiyənki də. Bir yalan olanda anında Türkiyənin, əgər Türkiyə ilə bağlı, ölkə ilə bağlı yalan bir məlumat yayılırsa, anında İletişim Başkanlığı bir dənə məlumat yazır və həmən deyir ki, bu belə deyil, yalandır. Azərbaycan tərəfində o mətbuatla sorumlu ictimaiyyət birimi var, ictimaiyyətlə əlaqələr şöbəsi. Onlar götürüb məlumat yazıb deyəcəkdi ki, yazılan məlumatlar yalandır. Şeylə bağlı, Eurovizyonla bağlı mən həmən İsmail TV-nin adı hallanmışdı. Aradım, İsmaildən soruşdum. İsmail dedi ki, abla belə bir şey yoxdur. Bizim 3 gün sonra açıqlamamız olacaq. Həmən yazdım, 3 gün sonra da açıqlamaları oldu, onu da verdik. Bu belə olur. Yoxsa sən qalxarsan, ey, sənin sosial medyanda, qəzetində bunu dedilər. Burası demokratik ölkədir, Azərbaycan deyil, arkadaş. Burası demokratik ölkədir. Və bu ölkədə hər kəsin özünün qəzetləri. Filanca, hər dindar da Erdoğancı deyil. Burada bir sürü tarikatlar var. FETÖ'cülər də dindar idi. Erdoğancı mı bunlar? Artıq bu kafadan çıxın. Din düşmənçiliyini, siyonizm seviciliyini sizi gətirib çıxardıb yuxarı başa qoyub. Artıq bu kafadan çıxın. Anlayırsınızmı? Siz istəsəniz də, istəməsəniz də o ölkədə son sözü İlham Əliyev deyəcək. Və İlham Əliyev də Türkiyəni də, Erdoğanı da sevir. Gəldi, getdi Kahramanmaraşa. Adam aslanlar kimi dedi ki, 10 milyon oradayıq, 85 milyon buradayıq. Şuşa bəyannaməsini boşuna xatırlatmadı. Deyirdi ki, oranızı buranızı yırtmayın. Sabah Türkiyə ilə İsrail savaşa girərsə, sizə sormadan ordumu göndərəcəm ki, yapacaq da bu İlham Əliyevdir. Ruslarla Rusçu 5-ci kolon at oynatdırdı. Son söz İlham Əliyev demədi mi? Ramiz Mehdiyev işdən çıxartmadı mı? İran at oynatmırdı mı? Ocaq Nicatı oradan İlham Əliyev göndərmədi mi? Son söz İlham Əliyev demədi mi? Siz mi dediniz? Siz hamınız oturub camidən gələcək yardımlardan 500 qəpik mənə nə çatacaq, ona baxırdınız. Ramiz Mehdiyev, Əli Həsənovun yanında əl pəncə durub, Əli müəllim, Ramiz müəllim deyə durmuşdunuz. Hamını sevdiniz, bir türkləri sevəmədiniz. Sizi çakma türklər. Yəni yalanla, o da bir bəhanədir ki, sabah Türkiyədəkilərə o buna desinlər ki, bax görürsünüz, bunlar türklər etiraz edir. Bunlar türk-mülk deyil arkadaşlar. Bunların heç biri türk deyil, kökünü araşdırın. Bunlar sadəcə düşünülmüş şəkildə
Birilərinin dərin dövləti tərəfindən zamanında türklərin içinə yerləşdirilmiş insanlardır. Bugün də gəlmişlər şey eləyirlər. Mediamız, hara baxırsınız ya? Siz Türkiyəyə hesab soracağınıza zəng eləyəcəksiniz, ictimai şöbəyə deyəcəksiniz ki, müəllim, Türkiyə mediasında belə bir şey var. O gün həqiqətən bizim nümayəndə oradaydı mı? Bizim nümayəndəmizin orada olub əl çalması hamımız adına utancdır. Tarix adına utancdır. Allahdan orada olmayıblar, o gün başqa toplantıya qatılıblar. Bunu mən buradan oturub öyrənə bilirəmsə, siz niyə oradan öyrənə bilmirsiniz? Demək ki, öyrənə bilərsiniz arkadaşlar. Amma istəməmsiniz, çünki Siyonizm sizə para verir. Və buradan indi də o İrançılar getdi. Rusçular getmədi. Siz oradasınız, eyni adamsınız. İndi Siyonistçi oldunuz. Sizə indi pul verən adam var ha. Unutmasın. Bugün Ramiz Mehdiyevə, Əli Həsənova, Ocaq Nicatın əleyhinə yazanlar sabah sənin də əleyhinə yazacaq. Adnan Əhmədzadəni 20 yaşından iqtidarda bəsləyən o Siyonizm bugün onu qoruya bilmədi. Sabah sizi də qoruya bilməyəcək. İlham Əliyevin qarşısında sizi kimsə qoruya bilməyəcək. Otağına çağırıb ki, ağzınıza, burnunuza dəmir yumruğu göstərir ha. Əmin olun ki, bunu da yapacaq. Və sabah sizin hamınızdan bunun hesabını soracaq. O paraya qaza gəlib, arvadlarınız da hesab verəcək. Siz də hesab verəsiniz. Artıq yetər. Yetər. Bu bir şey siz yaxşı bilirsiniz. Siz hamınız 30 il sonraki Azərbaycan torpağında böyük İsrail üçün hazırlaşırsınız. İsrail deyilən ölkə qalmayacaq. Bugün İsrail gəlib Kıbrıs işgal etmək üçün silahlarını Rum Kıbrısına verib, Kıbrıs işgal etməkdədir. Siz orada İsrail propagandası yapmaqda. Eləmi? Niyə çıxıb bunu danışmırsınız? Niyə bunu səhifə-səhifə yazmırsınız? Mənə dəstək verdi. Nə dəstək verib? İlham Əliyev demiş, pulumu verib silahımı almışam. Paramı vermişəm, hələ silahımı ala bilməmişəm. Savaşdır bəhanəsilə silahımı vermir mənim İsrail. Türkiyə nətər F-35'lərin parasını alıb vermədilər, eynisini. Rusiyada, İsraildə mənə borçludur. Paramı alıb, nağdı parasını ödəmişəm. Türkiyə kimi silah verib, nə zaman olsa paranı verərsən demir. Və Türkiyə mənə 20'də ya təkcə mənim buradan gəlib savaşmaq istəyən 30 min, 40 min insan baş vurmuşdu ki, gəlim savaşım. Bir Qarabağ futbol takımımız qalib gəlir. Türklər elə bil ki, Türk milli takımı qalib gəlib. Adamlar aşağı düşürsən, baqqalda səni təbrik eləyirlər ya. Mənim xəbərim yoxdur. Mən çünki futbola zada baxmıram. Heç baxmıram. Yəni 20 nəfərin bir top arxasında niyə qaçdığını anlamıram. O 22 nəfərin də ikisi də qapıda durur. Anlamıram qardaşım. Mənə görə deyil. Amma Türk insanları baxıram durumuna qoyub. Qarabağ zəfər çaldı. Ondan sonra deyirəm, ayıbdır, utandım. Mən də durum paylaşım. Deyəcəklər ki, koskoca Nigar Qarabağ zəfər. Ya Qarabağ harda zəfər çalıb, onu da bilmirəm. Sonra türklərin paylaşımlarında görürəm ki, sən demə 2-0 arkadaymışıq, sonra 3-2 yenmişik filan. Belə bir toplumuq biz. Kusura baxmayın. Görə bilmirik. Qardaşımın mənim üçün zəfərini görə bilmirik. Ya Qurbanova inançlı, imanlı olduğu üçün saldıran bir siyonistə kölə olan bir kəsimdən mən nə gözləyirəm? Oğlunun toyunu niyə belələdin? Niyə sənin oyunçuların təkbir gətirir? Niyə o oyunçuların dua etdi? Kaşca bu olmasa deyən bir kəsim var. Və bu kəsim siyonizmin köpəkliyinə soyunmuş kəsimdir. Ki o siyonizm sabah bunların üstündən keçəcək, tankla keçəcək. Təbii ki, Azərbaycan türkləri və Azərbaycanın oradakı başqa xalqları, Talışı, ləzgisi buna izin verməz. Zaten izin verməz də. Amma siz sosial mediadakilar və Azərbaycan mediası, sənin kimi Türkiyədəki medianın da siyonizmin parasıyla havlayanları var. Eynisiniz. Bir-birinizdən fərqiniz yoxdur. Niyə devlətdən arif demirsiniz? BMT-yə gedən bütün nümayəndələrinizi tanıyırsınız. Niyə bir açıqlama almadınız ki? Ya belə bir məlumat var, o gündən bağlı açıqlama verərsən. Bu zor olmamalı. Jurnalistikanın işi budur. Və siz buna açıqlama gətirəsiniz. Türkiyədə sosial mediada söyən yox. Zaten gətirməz. Zaten gətirməz. Bir dənə baş hərflərini qoyub ya da Nəcməddin Sadıqovun zamanında sukalıq eləyən bir hərbiçiyəm deyən gədə var, ordudan atılmış. X-də oturmuş, axşama kimi Türkiyə söy. Ya da bir hərf qoymuş, baş hərfi qoymuş özünə. Axşama kimi Türkiyəni aşağılayır, dinini aşağılayır. Elə siz də. Dədələriniz kimin məzarında yatır? Erməni məzarında mı yatır dədəniz? Rus məzarında mı yatır? Yahudi məzarında yatır? Hansı məzarda yatır? Müsəlman məzarında yatmır mı dədələriniz? Yoxsa dədələriniz üçün ayrıca Tengri məzarlıq açmısınız? Xəbərimiz mi yoxdur?
Mənim dədəmin yatdığı məzar müsəlman məzarıdır. Sumqayıtda sağ tərəfində Talış var, sol tərəfində Ləzgi var, ön tərəfində Tat var, arxa tərəfində Kürt var, özü də ortadadır. Yəni müsəlman məzarlığında yatır. Mənim dədəmin məzarı bir müsəlman məzarı. Sizin dədənizin məzarı erməni məzarlığında mı? Ya dədənizin yatdığı məzarın olduğu dinə sayğınız yoxdur. Bu qədər geri zəkalısınız. Siz ikinci də yəni Türkiyə bu qədər yanımızda olub ya. Bu qədər. Nuri Paşa və Qafqaz İslam ordusu gəlməsəydi bugün Azərbaycanda yox idi, Bakıda yox idi. O yalakalıq dabanlı yaladığınız siyonizmin köpəkliyini yapan Nobel qardaşları ölkəmi talayıb götürüb getmişdi. Xalqımın sərvətini talabi getdi ya, Gədəbəydən götürdüyü altınları bir araşdırın. Niyə sənə kömək eləyib silah alıb vermədi o zaman? Niyə eləmədi də? Və fransızı, İngilisi, ermənisi gəlib mənim Bakımı işğal edəndə nerede idi sənin bu böyle bəhbəhlə öydüyün? Ki siyonistlər hər zaman İngilislərlə işləyir. Gəldi, o şəhidlər xiyabanı ziyarətə gedəndə şəhidliyin girişindəki o 1100 Türk şəhidindən utanmırsınız mı? Ya Azərbaycan bayrağını o çok sevdiğiniz, toz qondurmadığınız gece gündüz dua edir size ki Erdoğan geçsin, o gelsin. FETÖ'cüler Azərbaycan bayrağını Bursa'da çöpe attı. Ve çöpe atanlar cezasını bu xalq tərəfindən aldı. Siyasi arenadan silindi. Azərbaycan tərəfində də həmin FETÖ'yə xidmət edən Rusçu, siyonistlər getdilər, Türk bayrağını indirdiniz. Bu belə Türkiyə ilə Azərbaycan arasını aça bilmədi. Siz neyin kafasındasınız? Siz Türkiyəni həfife alırsınız. Siz ona buna güvənməyin, baxın. Kana iftira attılar sizin kimi şərəfsiz siyonistlər. Bu ölkənin ana müxalifətin lideri rəsm paylaşdı və çıxdı dedi ki, o kan mənim milli kanımdır və mənim ölkəmin mühəndisləri yapıb. Zor günəndə bunlar birləşir. Siz öz dərdinizə baxın. Sabah zora düşəndə Azərbaycan, Rus Allah korusun gəlib Azərbaycanı işğal edəndə İsrail sənə kömək eləməyəcək. Çünki bugün Rusla bərabərdir. Rus İsrailin əleyhinə heç bir şey yapmır. Tam tərsinə. Deyəcək bir tərəfini sən al. Bir tərəfinə də mən buradan qaçanlarımı yerləşdirim. Çünki İsrail orada olmayacaq. Yerləşdirim ora. Qırmızı Bazar zat tərəfə yerləşdirim. O şimal bölgəsi mənim olsun. İrəlidə mən orada bir dənə tıqqılı bir İsrail quraram. Bu tərəfdə Erməniyə ver, bir tərəfdə Gürcüyə ver. Bir də onsuz da Azərbaycanlılar görsə sən xəyanət etdi. Axşama kimi sənə söylürlər. Planı belə qıcızırır. Sənə pulu verir, deyir Rusa da söy, Türkiyəyə də söy. İki qonşunun ikisinə də söy. Rusun dədəsinə lənəti. Mənim 20 yanvar şəhidliyimi orada durduğu sürəcə heç kimə sən Rusun mənim dostum olduğunu göstərəməzsin. Amma hazırda Azərbaycana Rusiyadan düşmən lazım deyil. Çünki bu erməninin işinə yarayır. Bu Yahudinin işinə yarayır. Niyə bunu anlamaq istəmirsiniz? Tabii ki Türkiye var olduğu sürece bu mümkün değil. Bu öyle olan halde bizim oradaki gazetler, orada o özüne hani biz kardeşiydik, hani biz kardeş, o Türkiye'de de var Azerbaycan'da ikisi de anası belli atası 50 olan şerefsizlerdi. Türkiye'den bir şey olan kimi ürəyim partlayır, azqar ürəyim partlayın deyənlər. Cəhənnəmə partlasın ürəyin. Sən siyonistin ürəyi partlayacaq deyə mən Türk kardeşime mi söyleyeceğim? Ve isteseniz de bak partlasanız da orada siz bu birliği bölemeyeceksiniz. Bölemeyeceksiniz. Noyabr ayında da çok önemli bir addım atılacak. Biz birlikte yürüyeceğiz. O yaltaklar size mezarın üstüne gedəndə yaltaklandığınız Heydər Əliyev var. Deyirdi ki bir millət, iki devlətik. Ve o ikide bir söydüğünüz din var ha. İslam dini. Heydər Əliyev deyirdi ki bizim dinimiz İslamdır. Oğlunu yanına aldı İlham Əliyevi. Getdi haca. Getdi hacı ziyarət elədi, gəldi. Oğlu ilə bərabər poz verdi. Sizin söylediğiniz, bak İlham Əliyevin dinine söyürsünüz. Oturmuşsunuz orada, özüne yaltaklarsınız, dinine söyürsünüz. Heydər Əliyev, İlham Əliyevlə birlikte getdi, hacı ziyarət etdi, gəldi. İndi siyonist köpəklər İlham Əliyevə başqa millətin adını yazmaqla deyil. İlham Əliyevin dədəsinin də, anasının da olduğu bölgə Türk bölgəsidir. Və o kətdə kənardan çoban belə Türk gətirməyiblər, nə də erməni. Has Türklərdir. Anası da atası da. Ve ikisinin de kendi bir tarafı Sünnüdür, bir tarafı Şia. İkisinin de ana taraftan Sünnüdür, ata taraftan Şiadır. Şeydir. İki mezhebi de özünde birleştirir. Ve siz kalkıp da İlham Əliyevin ana tarafının da ata tarafının da yaşadığı dinine söyürsünüz, elə mi? Bir de parasını alırsınız. İlham Əliyev bunu size yedirir mi? Eninde sonunda bunun hesabını size soracak. O yanında durup size
mən deyirəm, İlham Əliyevin ağzı ilə deyənlər var ya, Adnan Əhmədzadənin aqibəti onları da gözləyir. Heç narahat olmayın. Bugün onları Yahudi lobbisi oxuda bilər, diplom verə bilər. Amma sabah Yahudi lobbisi onları həbs olunanda həbsdən çıxara bilməyəcək. Bunu bilin. Və onlara da buradan deyirəm. Türkiyənin əleyhinə iş görənlərin hepsinin sonu hüsranla bitdi. Və Türkiyənin bu günləri neçə türkü də o filoda həbs eləyiblər. Azərbaycan mediası niyə yazmırsınız? Niyə yazmırsınız da? Erməni mediası yazır, Fransız mediası yazır, Rus mediası belə yazır. Gürcü mediası yazır, Siyonistin köləsi olan Gürcü mediası yazır. Və bütün dünya bunu yazır. Bir tek siz yazmırsınız. Bir də yönətimi İsrailin əlində kukla olan ərəblər, amma Əlcəzairə filan yazır. Sosial mediaları yazır. Xalq olaraq yazırlar. Çünki bugün öyle bir tarix, şərəfli bir tarix yazılacaq ki, bunun içərisində qəhrəman xalqlarla şərəfsizlərin adı özəl olaraq göstəriləcək. Tarixçilər bizdən sinifdə qaldı deyə yazacaqlar. Allah'tan xalqımız şərəflidir. Allah'tan xalqımız o sosial mediadakı və mediamızdakı siyonist köpəklər kimi deyil. Və devlətimizin zaten durduğu yer bəllidir. İlham Əliyev iyun ayında Filistin'in böyük elçisini qəbul etdi. Və ilk dəfədir ki, İlham Əliyev böyük elçini xanımı və evladı ilə bir yerdə qəbul etdi. Bu ailə mesajıydı. Və İlham Əliyevin tapşırığı ilə, Mehriban Əliyevin tapşırığı ilə Qəzzadan uşaqları gətirib Bakıda oxudurlar. Bundan niye yazmış? Yaz Türkiye'deki de girsin sen səhifəndən səhifə görsün. Sen öz Cumhurbaşkanının o gün verdiği mesajı medyanda yazmamışsan. İndi Türkiye'den neyin hesabını sorsan? Sen bunu yazmışsan Türk insanı görsün. Google'da arama verir. Senin yazıların hamısı qatil İsrail'i pohpohlamaqdır. Bak Türkiye'nin attığı güzel bir başarılı addımı yazsan, onun içinde bile İsrail'e yer verirsen, İsrail'i onun içinde bile övmeye çalışırsan ve İsrail'i qəhrəman göstərməyə çalışırsan və bunun qarşılığında nə etməlidir? Türkiyədəki insan sənə nə etməlidir? Deyirəm, gedir araşdırır, gətirir mənə 50 dənə qəzetin linkini atır, İsrailin daban yalayanları. Utanmasanız, qarnınızı verəsiniz Netanyahu'ya, o qədər həyasızsınız. Utanıram. Ayıbdır. Bir adamlara deyirəm ki, ay qardaş, get bax da Azərbaycan mediasına. Utandım dediyimə indi demirəm, yazanda demirəm Azərbaycan mediasına baxın. Özüm nə yazıramsa onu göstərirəm. O da mənə Azərbaycan mediasının yazdığı axmaq yazıları gətirir. Azərbaycan Instagramda xəbər portalı adı altında bir sürü səhifə açılıb. Hamısı da Azərbaycandan maliyyələşir. Və bunların hamısı orada İsraili aklayan xəbərlər qoyurlar. Bunlar da götürür onu, yapıştırır bir tərəfə, deyir hə. Bir dənə Azərbaycandan idarə olunan bir şey. Bunu bizim DTX polisi niyə araşdırıb çıxartmır ki? Bu yalanı birinci Azərbaycandan kim yazdı? Və xaricdə oturanlarımız var. Dedim, baxın o Azərbaycana söylənlərin səhifəsini atdım. Baxın görün İlham Əliyev, Mehriban Əliyeva ilə qızları ilə bağlı nə qədər link atırlar. Niyə belə şeysiniz? Niyə gedib onlara cavab vermirsiniz? Çünki eyni ekipdənsiniz. Eyni ekipdən. Sizin dərdiniz Azərbaycan deyil. Sizin dərdiniz İlham Əliyev, Mehriban Əliyeva deyil. Sizin dərdiniz pul aldığınız siyonizmi böyük göstərib, Azərbaycan xalqını kölələşdirib, qatil İsrailə taparcasına o insanları kölələşdirmək. Siz Əliydər Qarayevlərin, Ayna Sultanovaların nəvələrisiniz. Və onların Azərbaycana verdiyi dırnaq arasında xeyri varsa onu bugün sizlər yapırsınız. Tarix sizi belə yazacaq. Və Türk devləti də siz belə haranızdan hara çıxırsınız çıxın, haranızı yırtırsınız yırtın. O Türk devləti o Azərbaycanı İsrailə yedirməz. Yedirməyəcək və sizə də küçüklər hamınızın listəsi bir gün gedəcək İlham Əliyevin masasının üstünə, gözünüzün yaşına baxmayacaq. Çünki bu İlham Əliyevdir. Yenə deyirəm, 50 il Azərbaycanın qılçar damarlarına qədər emmiş Ramiz Mehdiyev və ekibini bir şeydə silib atdıysa, son 30 ildə Azərbaycanın akademiyasından universitetlərinə qədər sızan, nazirliklərinə qədər sızan İranın ocaq nicatını silib atdıysa, siyonizm köpəklərində 15-dən bu yana, 2015-dən bu yana sızan siyonizm köpəklərini də təmizləmə İlham Əliyev üçün çox rahatdır. Həddən artıq çox rahatdır və ağlınıza da gətirməyin ki, o siyonistlər sizə deyir ki, İlham Əliyevi zəhərləyəcəyik, öldürəcəyik, darbə yapacağıq, yerinə öz adamımızı hazırlamışıq, ailədən birini gətirəcəyik. İlham Əliyev bunları bilmirmi?
Bunu hamısını yaxşı bilir. Və əmin olun ki, o sizə deyənlərlə bərabər məhkəmədə bir-birinizin üzünə duracaqsınız. Türkün Allahı var. Və Türkə xəyanət eləyənlərin heç biri sonuna qədər getməyiblər. Bunu bilin. Və Türkiyə-Azərbaycan dünya durduqca bir olacaq. Başında duranlar dünya durduqca bir olacaq. Və sizin siyonistlərin, sizin köpəklərin bütün oyunlarını o torpaqlarda da siləcəyiz. Bu sosial mediadakı köpək sürüsü bir qrupu, çoxunluğu İsraildən. Çünki biz şikayət etdiklərimiz var. Təl-Əvivdən yazırlar. Azərbaycana söyürlər, bir qismi Türkiyə söyür. Orada bir-birinə güya söyürlər. Biri dini söyür, biri milləti söyür. O deyir mənim dinimdir, bu deyir mənim millətimdir. Amma bunların ikisi də siyonizmin köpəkliyinə soyunmuş, türk və müsəlman olmayan, anası bəlli, atası 50 olan şərəfsizlərdir və bunların oyununa Türkiyədə və Azərbaycanda gələn o şərəfsizlər də bunlardır. Və son olaraq bir daha deyirəm, nə Azərbaycan, nə Türkiyə sosial mediada sizlər kimi alçaqların atdığı yalanlara açıqlama vermək zorunda deyil. Aidiyyəti qurumlarımız var. Təbii ki, buna Ulaşdırma İletişim Başkanlığı, buna Azərbaycan İctimaiyyətlə əlaqələr, bunlar cavabdehdir. Və konsolosluğumuz, böyük elçiliyimiz cavabdehdir. Məsələn, Azərbaycanda atdım, dedim ya, Azərbaycanda deyir ki, məktəblərdə din dərsləri kapandı və buna da cəmaət indi həssas yanaşırlar. Bizim dinimizə qarşı da siyonizm niyə mücadilə versin? Və belə bir yalan, heç həssas yanaşmasalar da. Azərbaycan konsolosluğunda bizim bir dırnaq arası şeyimiz var. Ramiz Mehdiyevin də sağ əli idi, indi də siyonizmə işləyən. Bir dırnaq arası bizim şeyimiz var, bir dənə eğitim müşavirimiz var, qadın. Qocalıb, qoca qadın da 80-dan ərdivan diriyib. Amma gələn elçilər onun bilmirəm nəyinə aşıqdılar, onu orada tuturlar. Heç bir işdə görmür. Nə bir öğrencinin dərdinə, bir-iki dənə Elçi bəy dönəmində gələn öğrencilərdən çəkib yanına, onların vasitəsilə propaganda, onların vasitəsilə gələn oxuyan uşaqlara tədbirlərdə bir-iki şəkil çəkdirib paylaşmaqdan başqa bu arvadın başqa işi yoxdur. Və bu arvad çıxmalıydı, açıqlama verməliydi ki, arkadaşlar, Azərbaycan eğitim sistemində bizim normal okullarda din dərsi yoxdur. Türkiyədəki kimi deyil. Bizdə, nə bilim, ailə dərsi var, hər nədirsə onun yerinə indi nə varsa o var deyə bilərdi də. Yox, demədi, tam tərsinə dırnağına sürtdü ki, Türkiyə və Azərbaycanlılar bir-birini yesin. Yəni, işini yarıtmaz halda olan belə bir sistem var. Və bu sistem dəyişilməlidir. Eyni şey də Türkiyədə. Türkiyədəki Türkiyə ilə bağlı bir yalan məlumat gedərsə, məsələn, ermənilərlə bunu etdilər, onu etdilər ki, o zaman yadımdadır, sınır açılır, uçaq gedir, muçaq gedir deyən kimi həmən Türkiyə tərəfi açıqlama verirdi. Yazıqlar həmən yazırdılar ki, yox, qorxduğundan deyil, siz kimsiz ki, sizdən qorxar? Siz kimsiz ki, sizin qorxar? Sizin ağa babanız İsraili hiç yerinə qoymur. Çıxdı BMT-nin tribunasında qatilsən dedi, gözlərinin içine baxa-baxa. Putin de, Trump ondan qabaq dedi ki, İsrail, mən İsrailin arxasındayım. Ona rağmen getdi dedi ki, bunlar qatildir. Tamam, Türkiyəni biz bilirik. Amma Türkiyənin bir Azərbaycan həssasiyyəti var və Azərbaycan devlətini sevdiyi üçün dedi onu. Açıqlama verdi. Yəni bir yalandan bir sürü Azərbaycan mediasında aylarla, illərlə yalan məlumat yazdınız. Hər gün dediniz ki, uçaq qalxdı, Ermənistana indi heç bir şey yox. Buradan arayırdım, sorurdum, yox, belə bir şey yox deyirdilər. Bir cümlə ilə yazırdım, yoxdur. Durub barmaq sallamırdım Türkiyə devlətinə, nə də Azərbaycan devlətinə. Azərbaycandan da gəlib Türkiyədəki Sabah və Hürriyyət, Azərbaycandakı o biri o qışqırdıcı bütün media. Bunun açıqlamasını almaq zor olmamalıyıq. Arayacaqsınız, böyük elçiliyin mətbuat xidmətini arayacaqdınız Türkiyədən. Deyəcəksiniz ki, qardaşım, belə bir məlumat var, bizə bununla bağlı bir bilgi tapıb verə bilərsinizmi? Nə var ki burada? Tamam, anlayıram, Sabah qəzeti, Hürriyyət qəzeti Azərbaycan mediasını araşdırıb bir şey tapa bilmədi deyə sosial media dediyi doğrudur deyib yazdı. Yaxşı, axı bizdə də var günah. Mənə iftira atılırsa, bizə iftira atılırsa, bu şəxsimiz deyil, devlətimizə atılırsa. Şəxsimizə atılırsa, indi hər iftiraya başımız, mənim bu videomdan sonra bir sürü insan əleyhimə yazı yazacaq, ağzına gələn danışacaq. İtürər, karvan keçər. Onlar deyəcək deyə mən elə deyirəm, amma devlət məsələsində, konu devlət məsələdirsə, bunu araşdırıb media yaza bilər. Bunu da İlham Əliyev çıxıb deməyəcək ki, ya ay qardaşlar, vallahi mən o toplantıda yox idim filan. Bu İlham Əliyevin işi deyil. Azərbaycan devlətinin işi deyil, amma Azərbaycan devlətinin para verdiyi medianın işidir. Media onu bir gözəl dillə, qardaş ölkəmizdəki
Bazı vətəndaşlarımızın da həssasiyyətini nəzərə alaraq 30 min şəhidin qanında əli olub İsrailin. İsrail 50 ildir PKK-ya dəstək verir və səngərlərdə çıxan PKK-nın əlindəki silahlar İsrail silahlarıdır. Siz Türkiyədən İsrailə hansı həssasiyyət istəyirsiniz? Siz Azərbaycan üçün istəyirsiniz. Azərbaycan pulunu verib silah alıb. Əgər Azərbaycana pulsuz, can qardaş pulun yoxdur, ala, ordumu da göndərirəm deyirsə ki, İsrailin döyüşəcək ordusu da yoxdur. Ona da kimsə güvənməsin. İran 2 dənə füzə attı, qaçdılar Yunanistanın arxasında gizləndilər. Və dünən Filonun qarşısına 49 əli silahsız 470 aktivistin önünə silahlı əskərləri ilə gəldi. Əsir yesir olub. Hələ də 2 dənə, 3 dənə Filonu saxlaya bilməyib. Bir-bir, ancaq bir-bir. Paraşok sıxır, kimyasal maddə atır, nə bilim, tüstü atır. Ancaq. Çünki savaşa bilmir. Yəni bu adam oraya 1000 dənə filo getsə, İsrailin üstündən keçəcəklər. Yəni bu. Bunu biləsiniz. Və siz bu günləri İsrailin aldığı türklərlə bağlı hansınız yazırsınız? Niyə manşetə çıxartmırsınız? Türk qardaşımın yanındadır. Niyə demirsiniz? O aktivistlər bizim də aktivistimizdir. Niyə demirsiniz? Niyə yazmırsınız? Niyə sosial mediada müzakirə etmirsiniz? Bunu kənara qoydum. Hə, bahalaşma var ölkədə. Məmur özbaşınalığı var. Polis özbaşınalığı var. Ölkədə nə bilim, yəni askeriyanın içərisində, ordumun içində öz başına bəzi generallar var. Doğrudur. Bunlardan yazın bari. Pensiyalar güc verilir. Niyə yazmırsınız? Gündəmi dəyişmək üçün, Adnan Əhmədzadənin gündəmini dəyişmək üçün şeyi mi gətirməliydiniz? Türkiyəyə saldırmalıydınız. Filonu İsrailin qapısına dayanıb qatil İsraildən hesab soran aktivistlərdən yazmaq yerinə dünya sizi araşdırır. Oradakı hamısı tanınan aktivistlərdir. O aktivistlərin listəsində Azərbaycanın adı yoxdur. Yazırlar, hansı media bizdən yazdı. Əleyhlərinə yazanların hamısını bir tərəfə qoyurlar. Onların verəcəyi hesabat, gələcəyin tarixidir. Azərbaycanın gələcəyini utandırmağa hansı haqqınız var? Niyə bunu yazmırsınız? Niyə o insanların, o filoda olan insanlardan röportaj almadınız? Mən nigar aldım, indi biraz sonra paylaşacağım. Mən nigar aldım Metehan'dan filonun içindən YouTube kanalım üçün, az izlənən kanal üçün röportaj aldım ya. Mənə deyəydiniz, dəfələrlə burada paylaşdım. Deyəydiniz ki, birinin telefonunu ver alım. İstədiyiniz zaman hamısının telefonunu verə bilərdik. Verə bilərdik ya. Hamımız, burada olan bütün jurnalistlər, o filoda olan bütün qardaşlarımızın, bacılarımızın telefonlarını bilirdik ya. Danışırdıq hamısıyla, mesajlaşırdıq. Dünən gecə saat 3'e kimi mesajlaşmışam mən bunlarla. Metehan'ı aldıktan sonra, Ayçin Hanım'ı aldıktan sonra iletişimim kəsildi. Çünki onlar şey etdilər, artıq onların filosuna girdilər. Niyə bundan yazmırsınız? Niyə? Ya bir də kimdən hesab sorursan, 40 milyon Türk'ün başına bomba atan İsrail'e söz söylemeyip, İsrail için 40 milyon Türk ölsün deyip İran'ı bəhanə eləyən bir kəsimdən mi danışıram mən? 40 milyon Türk'ün qapısında saxladığı, sokağında saxladığı köpək bütün İsrail'dən dəyərlidir mənim üçün. Ki mən İran əleyhinə kifayət qədər yazan qəzetçiyəm. Rusiyanı sizlər Ramiz Mehdiyevin qorxusundan qıqınızı çıxartmayanda Rusiyanın əleyhinə danışmışam. İranın əleyhinə, Ocaq Nicatın süfrəsində oturub bəslənəndə mən Ocaq Nicatın əleyhinə yazmışam. Və Ocaq Nicat gedəcək deyən mən nigar idim. Girin səhifəmə baxın, 4 gün öncə yazdım. Məndən 4 gün sonra Ocaq Nicat getdi. Hamı mənə deyirdi ki, sən İran burada nə qədər güclüdür bilirsən. Və İrançılar səhifəmin altına mənə söydülər. Evimə əli bıçaqlı gəldilər, əli bıçaqlı saldırdılar. Türkiyə Cumhuriyyətində evimi tapdılar, evimə əli bıçaqlı saldırdılar. Və məni öldürməyə gəldilər. Ya köpəyim olmasa məni öldürməyə gəldilər. Sabah siyonistlər də aynısını yapar. Və mən bunu bilirəm, amma bunu bilə-bilə haqqı deməkdən geri çəkilmirəm. Haqq nazilər, amma üzülməz, qırılmaz. Artıq yetər. Yetər bu dəyərlər üzərində təpindiniz, durdunuz. Qurban olun. İnansız olması, imanlı olması sizi niyə rahatsız etməlidir? Sahaya çıxan yazırlar. Sahaya çıxanda o duanı etməsən olmaz. Olmazdı qardaşım. İnan, başarının yarısıdır. Mənim Qarabağda şəhid olan oğlanlarımın %99'u dua edərək, Allah Ekber deyərək savaşan oğlanlardır. Siz neyin kafasındasınız? Ya siz bu kadar cahilsiniz, anladım. Hiç mi sizin yanınızda biri yoktu size desin ki ay diplomlu cahiller? Siz insanların inancına qarışa bilməzsiniz. Biri istəyər xat çəkər, biri istəyər divarı gedər yalayar, ağlayar, biri istəyər camidə gedər Quranını qoyar qabağına, oxuyar. Sana mı soracaq ya? Cabir ölüb,
Mən də deyirəm, hayrət, niyə buna bu qədər saldırdılar? Normalda bir sürü bunun kimi polisdə falan işləyir. Sonra bunların yarası, sən demə adam dindar imiş. Dindar imiş. Daha yaxşı, imanlı insan imiş. Demək ki, yanlışını anlayıb doğruya gəlib. Bunu niyə yerdən yerə vurursunuz? Siz neyin kafasındasınız? Siz ölən insanların arxasında necə danışırsınız? Ya da adam oğluna toy eləyib, gəlini qapalıdır. Ya sizin kimi məmələrini çölə mi qoymalıydı? Toya gələn rakıdan içən alkaşların önünə mi sərməliydi arvadının məmələrini? Adamı da işləndirirsiniz, nə yapmalıydı? Bilinmir, damatla axşam yatağa girəcək, yoxsa oradakılara mı özün göstərib girəcək? Adamın da ağzını açdırırsınız, nə yapmalıydı? İndi biri deyəcək, sən niyə türkçəsində danışır? Yaxşı eləyirəm, ermənicə mi danışım? Sizin kimi gedib dabanını yaladığınız İbrəninin dilini belə öyrənə bilməmisiniz. Gedib rus dilində mi danışmalıyam? Rus dədənizə söyür, başınıza oynatır, Rusun dilindən əl çəkmirsiniz. Bir kəlməmdə bir dənə danışdığım içində bir dənə rus kəlməsi keçmədi. Keçərkən də üzr diləyirəm. Nə etməliyəm? İngilisi gedib bütün dünyanı bir-birinə qatan, bütün dünyanı ağlar qoyan, körpə uşaqların qan üzərində təpinib duran İngilisin dilini mi danışmalıydım? Türkçə danışıram da. Mənim zaten nənəm, çiçək nənəm, burada qohumlarım da dinləyir. Ölənə qədər 106 yaşında öldü. Mənim çiçək nənəm Anadolu türkçəsində danışır. Tam biz o zaman ona köylü dili deyirdik, amma kətçi dili deyirdik. Amma ləhcəsi Anadolu türkçəsi idi. İndi gəlib bu qədər danışığımın içində heç birini almayacaqlar ya da başdan 3 cümləyə qulaq asacaqlar. Arxasınca niyə türkçə danışdın? Sizə mi soracağım? Yaxşı eləyib danışmışam. Allah türkçəmizi var eləsin. Bütün dillerin başında tutsun. Və istəyərəm Qazax türkçəsində danışaram. İstəyərəm Özbek türkçəsində danışaram. İstəyərəm Türkmən türkçəsində danışaram. İstəyərəm Təbriz türkçəsində danışaram. İstəyərəm Kərkük türkçəsində danışaram. İstəyərəm Bakı türkçəsində danışaram. Sizə mi soracağam? Sizə mi soracağım? İstəyərəm deyərəm yaxşıyam. İstəyərəm deyərəm iyiyəm. İstəyərəm deyərəm yaxçıyam. Sizə mi deyəcəm? Siz kimsiniz? Çünki bilirəm videonun arkasında o deyir ki mən bunu pişik deməyəcəm də. İtə deyirlər, niyə hürürsən? Deyir, qorxuduram, bu İsraildir. Quyruğun niyə tərpənir? Deyir, özüm qorxuram. Və o İsrailin çıqqılı itləri var, onlara da deyirlər ki, onlar da ağızları ətə çatmayanda deyir, iyi verir. Mən bunu pişik üçün demişdim, amma mən sizi qancıq iti gördüyüm üçün elə deyirəm. Əslində it də deyilsiniz, çünki itlər çox sadiq olur. Siz sadiq deyilsiniz. Siz sabah Yunan gəlib pul verəndə ona da şey edəcəksiniz. Türkiyədən nifrət etmə səbəbiniz odur. Çünki Türk səfirliyi heç bir zaman, Türkiyə heç bir zaman sizə belə ayrıca para verib Azərbaycan aleyhinə işlətmədi. Tamam, sizi pulsuz buraya tatillərə gətirirlər ki, kimsə deyə bilməz Nigar aparmışıq. Nə Türkiyədən, nə Azərbaycandan bir nəfər deyə bilməz ki, biz Nigara səfirlik yolu ilə, İletişim Başkanlığı yoluyla hansı xətlə Nigara bunu etmişik? Mümkün deyil. Deyə bilməzlər ki, biz zəng gelib demişik ki, Nigar bunu qoy. Tamam, Azərbaycandan bəzən məsələn prezidentin çıxışı falan olur. İndi o nə deyirlər? Məsələn, Nigar xanım, bunu sən paylaşsan, hamımız buradan paylaşsaq, çünki sənin takipçin çoxdur. Bunu edirlər. Amma indi özlərini söyüş söyən səhifələr çoxdur, Türkiyə söyənlər. Onların səhifələrində yaptırırlar. Onlar da zaten o söyüş söyən səhifələr də zaten beynəlxalq arenadakı şeylər, gazetəçilər filan, ermənilər filan izləmir. Onlar çünki o səhifələr sadəcə İsrailin lehinə Türkiyə və Azərbaycan arasını vurmaq üçün qurulan saxta ırqçılıq, türkçülük, əslində türklər heç vaxt ırqçı olmayıb. Olsaydı türk bəklənən olmazdı. Türklər dinindən, dilindən asılı olmayaraq bütün xalqların dəstəkçisi olub. Almaniya-Fransa savaşında fransızlar Almanların üstündən keçirdi. Almanlar əkib becərirdi. Əllərində nəyi var? Fransız kəndçiləri gəlib alırdı. Osmanlı onları qurtardı. Yahudinin özünü nə dini, nə dili ondan deyil, dəfələrlə Osmanlı qurtarıb. İçəridə Bizans dönəmində Bizansın Anadoluda yox etmək istədiyi bütün xalqları gəldi, türklər qurtardı. Osmanlı eyni zamanda Orta Doğuda Xaçlılar təkcə şeyi öldürmürdülər, müsəlmanları öldürmürdülər. Başqa millətləri, ərəbləri falan öldürmürdülər. Bütün xalqları öldürürdülər və bugün Qəzzada qalan o Xaçlılardan sonra Filistində qalan Fransızı da, oradakı Musəvini də, oradakı
Türkü də, oradakı ərəbi də, kürdü də, ermənini də, fransız da, farsı da, bütün xalqları öldürürdü. Gəlib türklər qurtardı. Yəni atsızın gəlişi ilə. Ondan sonra da dəfələrlə Osmanlı ordu olub və bunları qurtarıb. Yəni kimsəyə fərq qoymayıb, millətinə, dininə fərq qoymayıb. O yüzden türklər ırkçı deyil. Bu gün amma sizlər sayəsində həm Türkiyədən, həm Azərbaycandan olan bu kəsim sayəsində həm ırkçı göstərmək istəyirlər türkləri, çünki bir millət silmək üçün buna, amma bu mümkün deyil. Türkün içindəki mərhəmət, türkün içərisindəki o sevgi, insanlıq sevgisi olduğu sürəcə bunu edə bilməyəsiniz və Azərbaycan da Türkiyə ilə bu konuda bərabər yürüyür. Hər ikisi Türk dövlətidir və Azərbaycanın dini İslamdır. Azərbaycanın bayrağı yeganə ölkəyiz ki, bayrağında bu özünü əks etdirib. Azərbaycan dünyaya mesaj verir. Mən inkişafa, gəlişməyə açığam qırmızı rəngimlə, amma mənim sağımda Türk, solumda İslam olmazsa, bu olmazsa olmazımdır. Zaten bu bayrağım budur. Mavi Türklük, yaşıl İslamı, qırmızı da dünyaya açılmamızı göstərir və ortaya qırmızını ona görə qoyub ki, mənim sağımda, solumda Türk və İslam dəyərlərim olmazsa mən heç bir şey yapmam. Bu yeganə ölkə kimi mesajı vermişik və o bayrağı dalğalandırmaq üçün 10 minlərlə insanım şəhid olub və o bayraq yaşasın deyə Bozqurd işarəsi tutub Allah Ekber deyib savaşan qəhrəmanlarım olub. İndi siz 3-4 dənə siyonistin tabanını yalayan, 3-4 dənə YouTube'da çıxıb havlamaqla, qancıq köpək kimi dırnaqlarınızı uzadıb oradan belə, içi də kirli-kirli, üz gözlər belə, özünüzü orada fon verib, özünüzü uşaq kimi göstərməklə, çıxıb orada Türkiyəyə saldırmaqla, Qarabağlı ilə Ermənistanlını, Naxçıvanlını üz-üzə qoymaqla, nə bilim, xalqı bir-birinə, Bakılıya, rayonluya ayırmaqla bir şeyə mi nail olacaqsınız? Olmaz. Son sözü İlham Əliyev deyər. O dəmir yumruq çox yaxında hamınızın başına inəcək. Mən zamanında bunu çox demişdim. Rusçular üçün dəfələrlə yazmışdım. Hər kəs mənə deyirdi ki, nə oldu? Deyirdim ki, səbr edən dərviş muradına ərmiş. Amma sizə də buradan söz verirəm. Siz vurulanda əleyhinizə danışmayacağım, yazmayacağım. Ox olsun deməyəcəm. Çünki mənə zamanında pislik eləyənlər vurulduqda ağlayan biriyəm. Və buradan Qənimət Zahidovu salamlayıram, dəyərli qardaşım. Mən Qənimət Zahidovu çox istəyirəm, həqiqətən çox istəyirəm. Çünki mən Azərbaycandan gələndən sonra yeganə onunla Əvəz Zeynalı da, indi Əvəz sonra tutdular, mümkün olmadı. Məni qəzetində qoruyan və əleyhimə yazı yazdırtmayan kişi idi. Baxın, kişi idi deyirəm. Mənim gözümdə Azərbaycan kişisidir Qənimət. Həqiqətən Azərbaycan kişisidir. Onun Azərbaycan hökuməti ilə hansı ilişkiləri olur olsun, məni heç ilgiləndirməz, amma mən Qənimətin duruşunu bilirəm və mənə həmin vaxtı demişdi ki, istəyirsən danış, danışacağım adam vurulmuşdu deyə. O vurulmamışdan öncə də şey etmişdik, mən yoldaydım onda, dedim ki, yoldayam, eləyərəm, danışarıq. Sonra da o 2 gün, 3 gün sonra olaylar baş verdi və mən artıq vurulan əleyhinə danışa bilmərəm demişdim. Çünki mən əxlaqlı bir ailədə yaxşı bir atanın evladıyam və mən kişi qızıyam. O yüzden bunu etmədim. Və mən para alıb, başımı kəssələr də, bilsəm ki, məni tikə-tikə doğrayacaqlar da, mən Türkün birliyinə zərər gətirmək üçün addım atmam. Ki, mənim paraya çox böyük ehtiyacım var. Və sizin aldığınız paranın, inanın, belə çox cüz hissəsi də olsa ona böyük ehtiyacım var. Mən bir otaq, bir salonda kirada oturan biriyəm. Və mən də hər kəs kimi çox böyük summada işıq su parası ödəyirəm, kira parası ödəyirəm və kira param yaxınlaşanda, baxın, 5 gün sonra mənim kira paramdır və yaxınlaşanda mən 5 gün boyunca ürəyim tıp-tıp edir. İnşallah ödərim, inşallah gördüyüm işin parası gələr, inşallah yaparım və işıq suyu gələndə baxanda acaba çox mu gəldi, az mı gəldi deyən biriyəm. İstəsəydim bu zülmlə yaşamazdım. Və mən bugün anam xəstədir Azərbaycanda və aylardır olmazın əziyyətini çəkir. Mənim anamı görməyə getməyə bilet param yoxdur. Bunu kimsə mənə dəstək olsun deyə demirəm, amma dəfələrlə demişəm və bu çıxışlarımdan sonra da dəfələrlə olub ki, mənə həqiqətən səndən hiçbir şey istəmirik, amma sən bizim bacımızsan deyənlər olub. Tamam, mənim Allah razı olsun, mənim çox sevdiyim dostlarım var, ailə üzvlərim var.
Yəni bizim ailəmizə hər fürsətdə yanımda olan canım bacım, canım qardaşım var. Amma dediyim budur arkadaşlar. Mən də sizlər kimi satardım bu davanı, satardım dədələrimizin bizlərə miras qoyduğu bu möhtəşəm davanı, bu dini. Ki mən Azərbaycandan gələndə mən İslam dini ilə işim yox idi. Tamam, mənim ailəm, mən zaten hər kəs bilir ki, mənim dədəm Həzid adam taxılını falan hamısını biçərmiş. Ac ailələri doyduqdan sonra da ata da minməzmiş. Ayaqla haca ziyarətə getmiş. Yəni mən hamı bilir ki, Hacı Həzinin nəvəsiyəm. Yəni bunu da danmıram. Və dinimlə də mənim dinimdir və dədəmin dinidir. Buna sayğıdır. Amma mən sonra bu siyonist köpəklər İslama saldırmağa başladıktan sonra daha çox dinimi savunmağa başladım. Ondan öncə Rusçular Türkə saldırdığı üçün daha çox türklüyə sahib çıxdım. Mən zaten Ermənistandan Azərbaycana gələndə bir türk və bir İslam dininin özündə daşıyan, ölülərini də, dirilərini də o adət-ənənə ilə yaşayan və başı bağlı, altdan çalması üstdən yaylığı olan bir nənənin nəvəsi idim. Mən sizlər kimi böyle yalandan atım tutum, mənim nənəm sizin nənələriniz kimi mini ətəkli, başı bu qıdırı gəzmirdi. Ki Azərbaycanda olanlar bilir nə demək istəyirəm. Yəni bunu yapanlar bəllidir. Amma mən həqiqətən də mənim nənəmin altdan bir çalması üstdən bir yaylığı vardı. Həmişə belə kəlağaysında omzuna atardı. Yəni mən başı bağlı bir nənənin evladıyam. Sizin deyişinizlə başına hava getməyən, amma bəlkə 200-ün üzərində kitab oxumuş. İlyas Əfəndiyevi, Süleyman Rəhimovu, ya Jack Londonu, Dreizeri oxumuş. Evdə bir sürü kitab vardı və açarkən nənəm dedi ki, bu yaxşı kitabdır, bunu oxu, bu yaxşı kitabdır, bunu oxu. Yəni belə bir ailədən gəlmişdim. İndi başına hava getmirmiş deyə kitab oxuyurmuş. Sizin kimi başına hava getsəydi, Allah bilir, harda nələr eləyib para qazanarmış bəlkə. Yəni evimdə də qapımıza gələn ac getməzdi və əgər gələn başqa dinlənsə, nənəm saatlarla qabları yuyar, durulayar, salavat çəkərdi. Yəni elə bir ailədə yaşamışam və buna rağmen, yəni mən elə koyu dindar filan da olmamışam. Mən imanlıyam, mərhəmətliyəm. Bunlar ayrı şey. Amma sizlərin it sürüsü kimi İslama saldırırsınız deyə mən bugün hər fırsatda dinimizi də önə sürürəm ki, bunu unutmayın. Çünki Türklüklə İslam birlikdə güc alır. Çünki bugün Qəzzaya gedən və az öncə Metehan videosunu baxanda duyğulandım. Çünki çox imanlı çocukdu və İsrailin içində deyir ki, bu qatil İsrail beni aldı. Şu an İsrail əsgərinin əlindəyəm. Bu qatil, ona o sözü dedirtdirən o imandır, o gücdür. Yəni bu ikisi birlikdə güclüdür. Və bu ikisinin birlikdə gücü dağları aşar. Və sən bunlar ikisini birbirindən ayırarsan, Rusiyanın içərisindəki Hristiyan Türklər kimi Rusun əsiri olub qalacaqsan. Sən bu Türkün ikisini birbirindən ayırarsan, Qaqaz qardaşlarım kimi Moldovalılar kafana vurar, mən nə istəyirəm onu et deyərsən. O inanç başqa bir şeydir. Amma sən Kərkükdə İsrailin puluyla Kürtlər gəlib referendum keçirəndə səni o şuur, o məfkürə və o inancla o İsrailin önünə durub ki, bombadan qorxmayıb gedib oy verib Kərkük bağımsızdır dedirtdirən bir toplum olarsan. Eyni zamanda Suriyada göydən bombalar tökülərkən Ermənisi də, Ərəbi də qaçarkən Türkü və İslamı özündə birləşdirən Türkmən Hələbdə qalıb işi də qarşı dirəndi. Bu önəmli şeylərdir. Əgər sən bunu bilmək istəyirsənsə, mən sənə izah edirəm. Ya da Qarabağda yola çıxarkən o güclə və o bozqurd işarətini tutub Allahu Ekber deyib o inancla meydana girib qazanarsan. Və bu zəfər inananlarındır deyə bilərsən. Dininə, dilinə, belinə, dilinə, dininə deyir. Başqa bir şey demir. Sən onu başqa yerə dəyişə bilərsən. Deyir ki, belinə sahib çıx, başqa millətlərə qarışma. Dilinə sahib çıx, sənin dilindir bu. Sən bu dillə var olursan. Dininə də sahib çıx, səni güclü etsin. İndi onu biriləri belə siyonizmə xidmət edənlər adam kəlmələrini başqa yerə şey edə bilər. Dəyişə bilər o kəlmələr. Amma bu kəlmə buydu. Zaten bunu deyən o böyük kişi də
Evində də, həyatında da həmişə dinli yaşamış insan idi. Türklüyü də zaten damarında axan o möhtəşəm qanındaydı. Təşəkkür edirəm, çox danışdım, bilirəm, amma bunu bugün çəkmək zorundaydım və demək zorundaydım. Paylaşın, daha çox insana ulaşsın. Olub bitənlərə fərqinə varın. Qardaşı qardaşa düşmən etmək istəyənlərə tokatı atın. Zaten dəmir yumruq yaxında kafalarına inəcək.